Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən gəliblər və tamaşaçılarımız da elə gözləyirdi bu məsələni. Açaq gəlsinlər və dostumuz da elə. Təşəkkür edirik və təbii ki, söhbət sosial tərəfdaş layihəsindən gedir. Ola bilsin ki, tamaşaçılar indi ilk dəfə eşitmiş ola bilərlər yerində ki, sosial tərəfdaş nədir? Mən istərdim ki, qısa bu haqda məlumat verim, yenidən xatırladım sizin çıxışınızdan sonra. Sosial tərəfdaş pensiyaçılara endirim adı ilə daha çox məlumdur. Pensiya, təqaüd, sosial müavinət, kompensasiya, sosial yardım alan bizim cəmiyyətimizin həssas qrup təbəqəsi var. Hansı ki, Dövlət Sosial Müdafiə Fondundan sosial ödəniş alırlar. Yəni, bunlara daxildir şəhid ailələri, qazilər, yaşa görə, əlilliyə görə pensiya alanlar, təqaüdçülər, ümumilikdə bütün bu sosial ödəniş alan şəxsləri mən dəvət edirəm ki, diqqətlə hazırda bu nitqi izləsinlər. Çünki çıxışımız sırf onları... Yəni, mağazalara gedəndə, alış-veriş mərkəzlərinə gedəndə onlar üçün xüsusi endirimlər var. Mən hətta birində məlumat verdim, 40% kimi klinikalarda endirim var. Bu möhtəşəmdir. Yəni, bir alqışlayaq da oradan da bu dəqiqə bu vacib məsələlərdən biri 40% kimi endirimlər əldə edə bilərsiniz. Fariz bəy desin. Bəli, seçilmiş supermarketlər, şəbəkələr var, hansı ki, bütün respublikanı əhatə edir. Hansıların əməkdaşlığı var? Məndə o reklam söhbəti yoxdur. Adlarını da gəlsin. Xüsusi olaraq vurğulamaq istərdim. Bazar storlar, al marketlər hazırda aktiv şəkildə fəaliyyətdədir. Yəni, bizim bu sosial ödəniş alan, bəli, yəni müharibə iştirakçılarından tutmuş, belə deyək də, əlilliyə görə, yaşa görə pensiya alanlar, kompensasiya alan, ailə başçısını itirdiyinə görə sosial ödəniş alan, yəni bütün, belə deyək, bu təqaüd, pensiya alan hər kəsi əhatə eləyir. Necə yararlana bilərlər? İstərdim ki, bunu vurğulayım. Çünki ən çox gələn suallar arasında budur. E-sosial mobil tətbiqi var, proqram var, hansı ki, telefona yüklənilir. Həmin proqramı e-sosial yazırsınız, yüklüyürsünüz və qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat prosesində bəzən çətinliklər yaşanır bizim vətəndaşlar arasında. Orada bir neçə üsul, qeydiyyatdan keçmə üsulu var. Məsələn, sima imza ilə, identifikasiya ilə, yəni şəxsiyyət vəsiqəsindəki məlumatlar ilə, asan imza ilə və s. Bunların içində biz tövsiyə edirik ki, çünki ən çox onların rahat şəkildə keçə biləcəyi üsul sima imza ilə və identifikasiya, yəni şəxsiyyət vəsiqəsindəki məlumatlarla belə deyək, qeydiyyatdan keçə bilərlər. Yəni, sima imza proqramını yükləsinlər ilk olaraq, oradan qeydiyyatdan keçsinlər şəxsiyyət vəsiqəsindəki məlumatı. Daha sonra e-sosial mobil proqramında sima imza ilə hissəsini toxunanda avtomatik icazələr verməklə öz-özünə qeydiyyatdan keçəcək, çox rahatlıqla. Əgər yenə də hər hansısa bir çətinlik yaranarsa, bizim xüsusi təlimat videomuz var hazır. O bizim sosial şəbəkələrimizdə, sosialtərəfdaş.az saytında yerləşdirilib. Bizim nömrəmizlə, qaynar xəttimizin nömrəsi yəqin ki, qeyd olunacaq 010 712 73 12. Mütləq qeyd edin. Orada 010 712 73 12 qaynar xəttimizdir. İstənilən vaxt zəng eləyə bilərsiniz, WhatsApp üzərindən mesaj olaraq müraciət eləyə bilərsiniz. Biz sizə xidmət göstərməyə hər zaman hazırıq, sizi qeydiyyatdan keçirmək üçün hər zaman hazırıq. Harasa getməyinizə ehtiyac yoxdur. Elə oturduğunuz evdən bizə yazın, zəng eləyin. Bizim əməkdaşlarımız sizə bütün lazımi göstərişləri verəcəklər. Fariz bəy, götürdük, üzr istəyirəm, sözünüzü kəsirəm. Götürdük, telefonumuza yazdıq. Bu proqramı barkod deyilən bir anlayışımız var. Bəli, qeydiyyatdan keçəndə barkod aktivləşir. Nəvələr, övladlar başa sala bilərlər də yaşlı nümayəndəsinə ki, bax bu barkodun skrin eləmək, saxlamaq kifayət edirmi? Çünki bəzən proqramlara daxil olmaq da çətinlik olur. Bəli, belə bir məqam var ki, hansı ki, onlar bu məqamda da çətinlik yaşayırlar. Ola bilər ki, kimisə internetə olmasın və s. tətbiqə daxil ola bilmir marketə gedəndə. Təbii ki, ekran görüntüsü götürə bilərlər. Çünki barkodun xüsusi kodu olur. Hansı ki, o kodu yazmaqla da belə deyək, kassada o endirim tətbiq olunur. Və burada bir məqam var ki, buna diqqət etsinlər. Barkod hər gün yenilənir. Yəni, mütləq həmin gün gedirsə, həmin günün barkodunu təqdim etmək lazımdır. E-sosial tətbiqini yüklüyorsunuz və endirimlərdən yararlanırsınız.